bəylər də yaxın əyləşsin və videoya keçid alaq. Və ilk növbədə başlayaq ayaqlardan, ən əsas ayaqlardır. Ütüləmə hərəkət edəcəyik. Yəni bu qaydada sağ ayağımızı çıxıb qabağa, davanızda və edirik. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. Yəni 3 dəfə sayırıq, sağdan sola keçid alırıq, soldan sağa keçid alırıq. Bir də 1, 2, 3. 1, 2, 3. Yandan göstərirəm. Yandım. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3 və 1, 2, 3. Əla. Bunu öyrəndikdən sonra keçirik hərəkətə. Yəni bu qaydada edirik. 1, 2. 1, 2, 3. 1, 2. 1, 2, 3. Yanına. 1, 2. 1, 2, 3. 1, 2. 1, 2, 3. 1, 2, 1, 2, 3 və 1, 2, 1, 2, 3. Əla. Keçid alaq əllərimizə. Deyəlim bu qaydada əllər düz. Əgər biz toyda rəqs ediriksə, təbii ki, biraz əllərimizi tam belə yox, biraz aşağı indirə bilərik. Və edirik. Fikir verin. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. İndi sağ ayağımız buraya gələndə sol ayağımız gəlir baş arxasına. 1, eyni anda. 1, 2, 1, 2, 3. Sol ayaq və sağ qol. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. Bunu təbii ki, ilk növbədə ayaqları tam şəkildə öyrəndikdən sonra ələ keçid alırıq. Bir deyək, indi biraz sürətli edirik. Bir gəldik, hazır, 1, 2, 1, 2, 3, 1, 2, 1, 2, 3, 1, 2, 1, 2, 3, 1, 2, 1, 2, 3. Artıq bu şəkildə rahat anladan sonra biraz prıjoklar veririk. Yəni ki, biraz atlanırıq. 1, 2, 1, 2, 1, 2, 1, 2, 1, 2, 1, 2. Əla. Keçid alaq ikinci hərəkətə. Yəni bu qaydada. İkinci hərəkətimiz demək olar ki, oxşardır. Çünki hər hərəkətlərdən sonra ütüləmə hərəkəti mütləqdir. Bu bizim hərəkətdən hərəkətə keçiddir. Yəni bu qaydada və edirik yuxarı. 1, yığılır, 2 qoyuq. 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. Yandan göstərəcəm. Yəni 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. 1, 2, 1, 2, 3. Əla. Əllərlə bir yerdə. Ayaq qalxan kimi biz edirik. 1, 2. 1, 2. 1, 2, 3. 1, 2. 1, 2, 3. 1, 2. 1, 2, 3 və 1, 2, 1, 2, 3. Məncə çətin heç bir şey yoxdur burada. İndi isə əziz dostlar, gəlin bunu musiqi ilə edək. Başladıq. 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3,
paylaştık. Ümid ederim ki beğendiğiniz videonu. Eğer beğendinizse sizden bir xahişim olacak. Videoya bir like koyarsınız ve tabii ki belə bir videoların davamı gelsin diye yorum yazın. Bugünkü dersimizde biz cəmi 2 hərəkət öğrendik. Sadə hərəkətlərdi, amma buna baxmayaraq gözəl hərəkətlərdi. Və əziz dostlar, yenə də təkrar edirəm. Əgər siz belə bir videoların davamlı olmağını istəyirsinizsə, sizdən cəmi bir şey xahiş edirəm. O da ki, izləmədə qalın. Sağ olun, salamat qalın.